Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Hər birinizi Lənkərandan salamlayıram. Mart ayının 7-sidir. Arı mövsümü başlayır dostlar. Hər birinizə bu arı mövsümündə 2025-ci il arı mövsümündə hər kəsə uğurlar arzu edirəm. Çoxdandır videolar paylaşmıram, yeni videolar. Aziz dostlar, qış dövründə arıçı çalışır ki, yaza hazırlıq görsün. Mənim paylaşdığım videolar, mən əsasən də arılarla çalıştığım zaman nə edirəmsə, onu da sizinlə paylaşıram. Amma qış dövründə arı ilə çalışmadığıma görə, yəni çox da videolar paylaşmadım dostlar. Ben canlı işləyə, canlı çalıştığım zaman sizinlə də o videoları paylaşıram. Yəni gənc arıçılar ondan nəyisə öyrənsinlər və yararlana bilsinlər dostlar. Yəni öyrənirlər də, yararlanırlar da, şərhlərdə mənə yazırlar da, zənglər də olunur çoxlu. Yəni təşəkkür də edirlər. Amma o ki qaldı mız qoyanlara, o mız qoyanlar hər zaman mız qoyar. Yəni onlara banka dolusu bal töksək ağzına, o yerə də o mız qoyanlar mız qoyacaqlar dostlar. Demək, gənc arıçılara bir daha uğurlar arzu edirəm. Nəyi demək istəyirəm dostlar? Qış bilmədik hardan gəldi, nə vaxt qutardı. Amma indi təbiət canlanır, arılar çalışır. Baxmayaraq ki, indi səhər saat 9:30'dur dostlar. Hava istidir, arılar çalışır. Nə etmək olar? Arılarla nə etmək olar? Birinci növbədə dostlar, mən baxın, bir qədər qabaqcadan məlumat verim ki, sonra mız qoymasınlar. İlk növbədə arılarınızı yoxlamadan keçirin. Əgər pətəkdə zibil varsa, nə etmək lazımdır? Yəni zibillərini süpürüb təmizləmək lazımdır qısa zamanda əziz dostlar. Çünki arıları çox da açmaq olmaz, çox soyuğa vermək olmaz. Çünki artıq sürfə dövrü başlayıb, arılarda 1-2 çərçivə sürfə vardır. Ona görə nə edə bilərsiniz? İlk növbədə arılarınızı yoxlayın. Əgər ana arı yerindədirsə, hər şey normaldırsa, problem yoxdur. Əgər təmizləyə bilərsinizsə, qısa zamanda təmizləyin. Yox, qoy, gözləyin onda mart ayının sonunlarına, yəni martın sonunda havalar daha da istiləşəndən sonra, yəni 15-18 dərəcə temperaturda arı pətəklərinizin içərisini süpürüb təmizləyə bilərsiniz. Bunu mən sizə deyirəm dostlar. İkinci növbədə yemləmə apara bilərsiniz. Nə yemləmə apara bilərsiniz? İndi mən şəxsən özüm, öz arılarımda, baxın, güclü ailələrə Apimax qarışdırılmış şərbət 250-300 qram qoyacam. Zəif ailələrə isə çiçək tozu qarışığı ilə arı keki, proteinli arı keki qoyacam. Və salam, bitdi. Bu ilk arı mövsümünə başlamağımdır. Dostlar, onu da sizinlə paylaşıram. Şükür Allaha, arılarımız salamatdır. Qışı normal keçirdilər. Artıq təbiət oyanır. Arılar da çalışır. Baxmayaraq ki, səhər saatlarıdır. İndi müəyyən qədər arılar artıq çiçək tozu daşıyırlar dostlar. Hər şey normal. Getdik. Demək dostlar,
Heç bunu burada saxlamaq da lazım deyil. Demək 7 çərçivədə arı var. Burada biraz bunları da silkələyib, yəni qoy tam sıx, kompakt şəkildə otursunlar bütün çərçivələrdə. Bunu da bura silkələyib, bu çərçivəni də götürmək lazımdır. Bu sağlam, mükəmməl bir ailədir. Normal ailədir. 2024-cü ilin ana arısı. Apimax qarışdırılmış şərbəti qoyuram üzərinə. Vəssalam, mənim gözəllərim. Yanındakı döşəkçə durur. Deməli dostlar, mən bir verilişdə bir neçə mövzu haqqında məlumat çatdırıram ki, yəni gənclər səhv etməsinlər, əziz dostlar. Birinci tövsiyəm, bax bir tövsiyə eləyirəm. Bu baxın, bu pətəyin, yeşiyin heç vaxt aşağısının, döşəməsinin fanerka, dik deyirlər, fanerka deyirlər. Bax, ondan etməyin dostlar. Qoy nazik olsun, amma taxta olsun. 1 santimetrlik taxta da eləsəniz, onun qorxusu yoxdur. O ki qaldı, bu faner, lap belə 1 santimetrlik olsun və yaxud 2 santimetrlik olsun, o dikdən, fanerkadan o yaxşı bir şey deyil. Həmişə tərləyəcək. Baxın, bayaq mən taxtalı yeşiklərə baxdım, heç birində bir tər yox, su yox. Amma bu kiflənmə, baxın, bütün bunun törədicisi də düzdür, havalanma getməyəndə olur. Amma ventilyasiya açıq da olsa belə, döşəmə, fanerkadan olsa dostlar, o pətək normal deyil. Yəni o həmişə tərləyəcək, hər zaman sizin üçün problem yaradacaq. Yəni etməyin. Yaxşısı odur ki, qoy nazik taxtadan olsun, ay maşallah. Qoy nazik taxtadan olsun, amma taxta olsun. Taxta taxtadır. Heç zaman taxta bu hala düşmür dostlar. Su, kif, tər, fanerka özünə bu tərləmə yaradır, bu kiflənmə yaradır. Baxın, indi əziz dostlar, bu hələ normal ailədir. Baxın, nə qədər burada zibil çıxır. İndi bəzimiz qoyanlar deyəcəklər, lazım deyil, hələ təmizləmək tezdir, falandır. Yox dostlar. Normal havadır, istidir, temperatur normaldır. Odur ki, təmizləyin bir dəfəlik. Bilirsiniz ki, artıq arılar normal inkişafa başlayır, təbiət oyanır. Odur ki, əziz dostlar, baxın, bu cür arı bunları təmizləyə bilmir, əziyyət çəkir. Nə üçün? Biz də bir balaca kömək etək. Burada cəmi 3-4 dəqiqə vaxt gedir. Bunun da bir qorxusu yoxdur. Təmizləyəndən sonra artıq arı da yavaş-yavaş hiss edir ki, siz ona kömək etmək istəyirsiniz. Baxın, görün nə qədər burada zibil var. Nə üçün bunu biz saxlamalıyıq? Ölmüş qənə falan hər bir şey burada var. Odur ki, təmizləyək.
heç bir şey olmaz. Arıya heç bir ziyanı yoxdur dostlar. Qorxmayın. Yəni pətəklərin aşağısı ki açılıb bağlanır, ayrılır. Yəni məndə də bir neçə pətək var ki bu cür aşağısı tamam ayrılır. Yəni onlar daha rahatdır. Arıları narahat etmədən pətəyin aşağısı təmizlənir, atılır, yenidən bağlanılır. Baxın, tərtəmiz dostlar. Burada bir problem yoxdur. Vəssalam, bu sizin arınız təmiz pətəkdə, sağlam. Ailə formalaşdırsın. Yəni burada baxın belə. Gördünüz mü dostlar? Burada bir neçə dəqiqə vaxt lazımdır. Sadəcə mən indi sizə bunu göstərmək üçün danışıram, məlumat verirəm. Biraz vaxt gedir. Amma belə heç problem yoxdur. Super. Bu bunun ara kəsməsi. Ara kəsmə qaldı. Bir qədər tüstü. Bu bunların API Max. Vəssalam. Kaç buradan. Ha. Şükür Allah'a. Şükür Allah'a. Arılarımız qışdan rahat çıxdılar. Hər bir şey normal. Hər bir şey qaydasında. Bunu da qoyuruq üstünə. Görürsünüz nə qədər kif var dostlar. Saxlamayın bunları, təmizləyin. Heç kəsə qulaq asmayın. Ay lazım deyil, ay nə bilim ziyandır, falandır. Heç bir ziyanı yoxdur. Baxın burada nə qədər zibil var. Bax bu ziyandır arıya. 5 dəqiqə, 10 dəqiqə belə üstü açıq qalmağı arıya heç bir ziyan eləməz belə havada. Görün mən necə təmizləyirəm. Görürsünüzmü əziz dostlar? Yəni arılar da yazıqlar hiss edirlər ki, biz onlara kömək məqsədi ilə onları narahat edirik. Bunlar da heç bir işləri yoxdur bizdən. Biraz tüstü. Hop. Baxın burada güləmli çərçivədir. Ballı güləmli.
Mən sadəcə içərisini təmizləmək istəyirəm. Hoppa, burada da açıq sürpələr. Ay maşallah. Bu ballı güləmli çərçivədir. Demək, baxın dostlar, bu çərçivəyə diqqətlə baxsanız, baxın, bal, bura isə güləmdir. Baxın, yəni qışdan nə qədər güləm qalıb bu ramkada dostlar. Yəni balı da var, güləmi də var. Heç bir problem yoxdur. Baxın dostlar, zibil təmizləmək lazımdır bu zibili. Bu da sizin Happy Max'ınız. Bu da sizin dərmanınız. Əssalam.